ki, Rusiya-Ukrayna müharibəsi və bunun ətrafında gedən hadisələr bütün dünyanı, əsasən də bizim bölgəmizi çox maraqlandırır, çox təsirləri var və hətta müharibənin davam etməsinin bir cür təsirləri var. Əgər dayanacaqsa, onun təsirləri də olacaq. Dayanandan sonra istənilən anda gərginliyin mövcudluğunun başqa təsirləri olacaq. Yəni, bu çox ciddi bir həm dünyanın, həm bölgəmizin gələcəyində şəkillənməsinə təsir edəcək əsas hadisədir və ona görə də təbii olaraq həm ölkə daxilində, həm dünyada bu addım-addım gedən proseslər çox diqqətlə, hətta lupa altında necə deyərlər, izlənilir. Bütün bu məsələlərə keçməzdən əvvəl icazənizlə bir cümlə ilə daxildə baş verən proseslərlə bağlı öz fikrimi deyim. Son günlər baş verən hadisələr hamının gözünün qabağındadır, amma mən bir siyasi partiyanın rəhbəri kimi bu hadisələrin institut olaraq siyasi partiyalara şamil olunmasının əleyhinəyəm. Yəni, ayrı-ayrı şəxslər var, onların cinayət əməlləri, ehtimalları var. Onlarla bağlı dövlətin vacib qurumları əməliyyat tədbirləri keçirsin, sübutlar ortalığa qoysun. Buna heç bir sözüm yoxdur, necə deyərlər. Yəni, dövlətin, hansısa bir cinayətkarın siyasi mənsubiyyətinin olmasının heç bir əhəmiyyəti yoxdur. Amma, məsələn, AXCP və Müsavat kimi köklü partiyaların özünün institut kimi bağlanmasına da çağırışlar var. Mən bunu doğru saymıram. Mən düşünürəm ki, bu ümumiyyətlə Azərbaycanda siyasi institutlara bu cür münasibət doğru deyil. Yenə təkrarlayıram, fərdlər, şəxslər əgər hansısa bir əməllər törədiblərsə və bu sübuta yetirilirsə, mütləq cəzasına çatmalıdır. Amma institut olaraq siyasi partiya institutunun özünün gözdən salınmasını mən doğru saymıram. Çünki Azərbaycanın gələcəyi çox partiyalı sistemdən keçir. Çox partiyalı sistemin Azərbaycana qatdığı belə uğur hekayələrinin yaranması üçün aparılan yoldan gedir. Çünki müxtəlif fikirlər olmasa, müxtəlif təkliflər olmasa, doğru yolu tapmaq çox çətin olur. Və bu partiyaların da funksiyası bu doğru yolun tapılmasında institutlar kimi fəaliyyət göstərməsidir. Ona görə mən ümid edirəm ki, bu məsələ bəs şəxslər, konkret cinayəti qurumlar etmir. Şəxslər eləyir. O kimlərsə hansısa bir formada, hansısa əməl törədiblərsə, o əməlinə görə cəzalandırılmalıdır. Əgər törətməyibsə də azadlığa çıxmalıdır təbii ki, yəni günahsızlıq prezumpsiyası var. Amma bu partiyalara, institutlara şamil edilməsin. Bu mənim üçün çox həssas məsələdir. Çünki siyasi partiyalarsız hansısa bir ölkənin uğurlu inkişaf etməsi mümkün deyil. Yəni, SSR-də bir partiya var idi, sonunu gördük. O ki, qaldı bizim məsələyə. Doğrudan da məncə belə bir həlledici bir dövr yaşayır. Çox üzr istəyirəm. Bu məqamda bir haşiyə çıxım. Əslində, bəzən bizi izləyən tamaşaçılarımız yazırlar ki, özümüzdən də danışır. Mən hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi birbaşa ilə özümüzdən. Bu da mənim üçün həssas məsələdir. Ona görə ki, bu savaşın nəticəsi Azərbaycan üçün... Tək Azərbaycan üçün yox, tamamilə bütün bölgəmiz üçün, hətta Avrasiya qitəsi üçün bu savaşın yekunları həlledici olacaq. Gələcək dünyanın xəritəsi söhbət coğrafi xəritədən getmir. Yəni, sərhədlərin necə keçməsindən getmir. Söhbət siyasi xəritədən gedir. Və bu dünyanın gələcək siyasi, iqtisadi və hərbi xəritəsi bu savaşla çox sıx bağlıdır. Nə baş verir məsələsində bir ardıcıllıq qurmaq lazımdır da. Sizin efirlərdə dəfələrlə söyləyirdik ki, Trump administrasiyası dediyini eləyir. Bəzən onun dedikləri, ifadələri, bəyanatları çox böyük qıcıq doğurur da. Amma hər bir insanın, hər bir siyasətçinin öz stili var. Trump'ın da 16 illik televiziyada aparıcılıq backgroundu, necə deyər, keçmişi onu buraxmır da. O biraz şouya meyillidir. Amma diqqətlə izləyəndə görürsən ki, bəzi bəyanatlarını, belə deyək də, qıcıq yaradan bəyanatlarını kənara qoysaq, əməllərdə bir dəyişiklik görmürəm mən. Seçkidən öncə demişdi ki, hər iki ölkəyə təzyiqlər olacaq ki, hansısa bir anlaşma olsun. Yəni, ikili şantaj siyasəti deyildilər buna. Dəfələrlə biz də bunu müzakirə eləmişik. Və bu şantajın çox ciddi şəkildə işə düşdüyünü görürük. Əvvəl gərək oradan başlayaq. Məsələn, Rusiyaya qarşı doğrudan da ən sərt sanksiyalar indi başladı. Buna qədər sanksiyalardan yan keçmək üçün 50 dənə deşik qoyurdular, qapı qoyurdular Rusiyaya. Bilərəkdən, bilməyərəkdən, mənim üçün bu maraqlı deyil. Amma faktiki o sanksiyaların Rusiya təsirləri minimum idi. Hər tərəfdən bir qapı açılırdı və qərb şirkətləri, qərb dövlətləri də, bəziləri Avropa dövlətləri də burada çox yaxşı pul qazanırlar və iştirak edirlər. Hətta bizim qonşu Ermənistan belə sanksiyalardan yan keçməyə kömək edirdi Rusiyaya. Keçən il 14 milyard dollarlıq ticarət dövriyyəsi oldu. Müharibədən qabaq 2,8 milyard idi də. Yəni, bu ən belə savadsız adam da başa düşərdi ki, bu
təbii artım deyil də. Necə ola bilər ki, 22-ci ildə, 21-ci ildə olsun 3 milyard, 4 milyard, birdən-birə 24-cü ildə qalxsın olsun bu 14 milyard dollar. Yəni bu təbii artım deyil. Amma Trump administrasiyası ilk dəfədir ki, həddindən artıq işlək sanksiyalar tətbiq elədi. Lukoil və Rosneftdən başladı, sonra Sibneftə keçdi. Söhbət ondan gedir ki, artıq Rusiyaya yox, Rusiya ilə alış-veriş edənlərə təzyiqlər başlandı. Yəni bir tək Rusiyaya qarşı deyil bu sanksiyalar. Yəni söhbət xüsusilə Şərqi Avropa ölkələrindən. Həm Şərqi Avropa, həm Hindistan və Çin. Yəni onların da ən çox neft, qaz, neft məhsulları alan Hindistan. Hindistan çəkində axa bilər. Onu deyirəm də, yəni ən çox və nəticə də oldu da. İlk dəfədir ki, nəticə gördük. Biz təqribən noyabrın əvvəllərindən Rusiya nefti 36-38 dollara satılır. Yəni dünya bazarından az qala 2 dəfə ucuz satılır. Bu təzyiqin birinci, xatırlayın, həmin paralel olaraq da tamaqaflar söhbəti getdi, raketlər söhbəti oldu. Yəni Rusiyaya qarşı ciddi bir şantaj siyasəti başladı. Amma Ukraynaya qarşı da eyni qaydada korrupsiya skandalının ortalığa çıxması Zelenskinin ayağını, əlini, qolunu xeyli dərəcədə zəiflətdi. Doğrudan zəiflətdi. Yəni təsəvvür edin ki, müharibə aparan bir ölkə, mən burada bir haşiyə də çıxım, cəmiyyətlərin, dünya ölkələrinin cəmiyyətlərdə də, xalqlara baxanda bir-iki spesifik xüsusiyyətlərini kənara qoysaq, davranış qaydaları aşağı-yuxarı həmişə eyni olur. Bini qədimdən eyni də, yəni ağıl dəyişməyib insanlığın. Biliyi dəyişib, biliyi artıb. Ağıl, yəni bir 5000 il bundan qabaq insanın ağlı nə etsə, bugün də elədir. Sadəcə bugünkü insan daha biliklidir, daha məlumatlıdır. Yəni ağlın özü artmayıb, biliyi artıb. Eyni qaydada cəmiyyətlərə də aiddir. Cəmiyyətin davranışları da spesifik xüsusiyyətləri, məsələn, şimal xalqlarının bir spesifik xüsusiyyətləri var, Aralıq dənizli xalqlarının. Genetik kodlar. Yəni məsələn, Yunanlar siesta xoşlayır, çünki istidir hava, günorta gedib yatırlar ki, axşam işləsinlər və yaxud da axşam da işləmirlər. Amma şimal xalqları həmişə daim belə də həyat mücadiləsi veriblər deyə daha dinamik olublar, daha işlək olublar, hava şəraiti bunları məcbur edir. Eyni şey gəlir təkrar edirəm, toplumlara da aiddir. Yəni hansısa müharibə aparan, var olma mücadiləsi verən toplumlarda korrupsiya və rüşvət məsələləri ortalığa çıxanda həmin toplumun xalqı düşünür ki, bu nəyə mali olub da? Yəni bu bizə nə verib? Məsələn, indi Ukrayna əgər qalib gəlsəydi hərbi cəhətdən də, yəni məsələn Krımın sərhədlərində olsaydı, Donbasdan Rusları inşallah ki vurub çıxartsaydı, yəni müharibədə çox böyük üstünlük olsaydı, sizi inandırım ki, Ukrayna xalqı Zelenski haqqında deyərdi ki, korrupsiya bulaşıb səcə verir. Elə oradan korrupsiyadan pul qazanıb, gedib silah alıb məsələn və yaxud da ordumuzu gücləndirib, gedib haradasa kiməsə, hansısa siyasətçinin Ukraynanın tərəfində olmasına görə ona rüşvət verib, belə deyək də. Amma təəssüf ki, bu korrupsiya skandalı Ukraynanın hərbi uğursuzluqları ilə paralel gedir. Bu artıq Ukrayna cəmiyyətində çox ciddi əks-səda yaratmağa başlayıb. Demirəm, fantastik etirazlar doğurur, hələ ki yox. Amma əks-səda doğururmu? Doğurur. Çünki Yermak, hansını ki istefaya getdilər, əlbəttə ölkədən çıxışına qadağa qoyuldu dünən yeri gəlmişkən, cinayət işi başlanıldı. Bundan öncə iki naziri, kabinetin iki naziri, biri də Nazirlər Kabinetində birinci, daha doğrusu mavinlərdən, baş nazirin mavinlərindən biri idi. Və yaxud da Mendiç, hansı ki uşaqlıq dostudur Zelenskinin. Yəni gənclik belə deyək dostudur Zelenskinin. Bir yerdə Kvartal 95-i yaratmışlar. Bütün bunlar üzərinə də gəl. Cəbhədəki vəziyyət, ağır durum. Yəni təəssüf ki, Ukrayna belə də resurs mübarizəsində artıq geri qalmağa başlayır. Rusların sinefirdə biz bunu bir neçə dəfə müzakirə eləmişik də insanı heçə sayaraq Putin sadəcə ət maşını kimi insanları qabağa göndərir. Ət maşınından keçirdir. Rusların tarixində həmişə bu var. Urra, o Alman generallarından biri Nürnberg prosesində sual veriblər ki, siz Ruslardan, Sovetdən nəyindən qorxurdunuz? Deyir, silahından yox, urra qışqırmağından da. Yəni, 3 dəfə urra dedir. Gedir qabağa ölməyə. Yəni, budur onların kodları da. Yəni, bu nöqteyi nəzərdən həm cəbhədə uğursuzluq, üzərinə gəl korrupsiya skandalı, Zelenskinin əlini qolunu kifayət qədər bağladı və güzəştə getmək məcburiyyəti effekti yaratdı. İndi bu ümumi, belə deyək, qlobal baxışdan baxanda abu hava belə görünür.